Salam mənim bacışkalarım, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bacışkalarım, yoldaşım dedi ki, gətir salat edək. Dedim, hə, yaxşı. Biz sans salatı edirik. Mandalin formasında olan salatı edirik. Biz gördüyümüz kimi, videoda gördüyümüz kimi tam olaraq görünüşü bilmirəm, tam olaraq bənzədə bilmədim mən, amma yoldaşım dedi ki, əladır, superdir, narahat olma, hər şey qaydasındadır. Amma yəni həqiqətən də, yəni mən bənzədə bilmədim. İnşallah sizlər də rəyinizi yazarsınız, kommentdə bildirərsiniz sizcə bənzəyibmi yoxsa yox. İnanırsınız ki, bir tonda qab çıxartdı, sağ olsun. Hər şeyə bir qab axtarır. Deyirəm bunu bunun üzərində elə yaxşıdır, filan şey elə yaxşıdır, xeyri yoxdur da, yəni. İnanırsınız ki, bütün, yəni digər yemək də hazırlamışdı. Onu digər kanalımda inşallah paylaşacağam. Yəni inanırsınız ki, yəni təsəvvür edin, mən elə bil ki, robot idim də. Yəni 5 dəqiqə dayanmam yox idi də. Onu ver, bunu ver, onu ver, bunu ver. Yəni bir yemək üçün bəlkə 10 dənə qab buladı da, yəni. Məsələn, biz xanımlarımız, mən özüm də bir yemək bişirəndə məsələn bir var 2-3 qab buluyaq. Amma yəni onun sayəsində heç əlcüyənin altından mən çıxa bilmirdim. Dəhşət bir şey idi. Ona görə də hərdən istəyirəm mətbəxə girsin, hərdən də deyirəm yox, o qədər qabı qaşığı yuyacamsa istəmirəm, o qədər də tör-tökündə hələ. İndi də gəlib bacıkalarım reseptdə Holland pendiri idi, rendədən keçirtdi. Sonra kök idi, rendədən keçirtdi. Sonra yumurta xırda-xırda doğradı. Ondan sonra toyuğun filəsi idi. Onu da ditdi, biraz ditdi. Sonra gördü bıçaqla eləyə bilmir, yenə keçdi vilkəyə. Yəni qəribə şəkildə etdi də axırca. Burada da gördüyünüz kimi duz istiyot tökür. Maşallah duzunu da çox etmişdi. Deyirəm az tök, xeyri yoxdur. Həm duzunu çox etmişdi, həm mayonezini çox etmişdi. Yəni ona görə də tam istədiyi kimi yapışmırdı. Mən ona deyirəm ki, salat mayonezi bir anda buraxmır da, yəni biraz yaxşı qarışdır, onda biləsən də çox əlavə etmə. Xeyri yoxdur, sözümə baxmadı. Burada da gördüyünüz kimi əlləşir ki, həmin o vəziyyətə gətirib çıxarda bilsin mandalin formasını. Məni gah günahlandırdı, sənlikdir, sənin kökü suludur, sonra nə bilim nə qədər şeydir də, axırda özü də dedi ki, yox, mən bunun mayonezini çox eləmişəm, ona görə də istədiyim formada alınmadı. Sizcə necə alındı? Yaxşıdırmı, yoxsa yox? Hələlik qızlarım, əgər kanalımı, videomu bəyənsəniz, abunə olub like etməyi unutmayın. Hələlik.